Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Bahar Lətif qızı sosyal medya hesabında yepyeni foto ve videolar paylaşıp o kənddə motor aldığı video görüntüləri paylaşıp onun paylaşımı herkes tərəfindən maraqla qarşılanıb. Həmişə olduğu kimi mənim motalım gəldi. Evə gəlmədi ha. Mən gəlmişəm motalın dalıcan Gəncəyə. Esmira xanım, əlləriniz var olsun. Allah evinizi, ocağınızı həmişə bol eləsin. Yenə deyirəm, biz hər zaman Gəncədən səbət də alırıq, pulumuzla da alırıq, hədiyyələr də olur. Amma bu motalı şəxsən öz əllərinizlə ki, mənim üçün tutursunuz. Allah ruzunuzu bol eləsin. Mənim hər il motalımı, motal pendirimi özü qoyun motalıdır. Həmişə Esmira xanım, ya Allah, bismillah. Hər il daha doğrusu Esmira xanım mənə öz əlləri ilə özü üçün tutduğu kimi mənim üçün də tutur. Yəni yeganə motal pendiridir ki, bunun içindən inanın heç vaxt o dərinin içində olduğuna görə çox tük olur. Tük mümkün deyil ki, bunun içindən tük çıxar. Mümkün deyil. Ya Allah, bərəkətli olsun. Canay motal. Bəh, aha, baxdı, yadına bax. Bunu necə yeməyəsən? Nə iyi var, nə qoxusu var. Amma gəlirsən motal pendiri alırsan, İyindən yaxın durmaq olmur, həm də ki içində tükmüş olur. Bunda yoxdur da. Qoy. O biraz yiyeyim, sonra başlayaq. Qəşənglə. Motal sevənlər. Deməli, əziz, bilmirəm xanımlar deyim, bəylər deyim. Əslində bu göstərəcəyim libası bir övlad, bir qız uşağı öz atası üçün hədiyyə edib, tikib, öz əlinin zəhməti ilə. Allah bütün balaları saxlasın. Qardaşımın qızı öz atası üçün öz əlləri ilə hədiyyə tikib. Amma bu ateliyədə Aysa moda evində ancaq xanımlar üçün geyimlər tikilir, bəylər üçün yox. Amma mənim qardaşımın balası atasının doğum gününə elə bir hansısa bir brend Aysa oldu, köynə idi. Deməli, mənim ən böyük arzularımdan biridir ki, ya müğənni, ya da təbii ki, dərzi olsun. Bəh. Xeyirlilərə geyinəsən, Arif. Çox mübarək. Toylara geyinəsən. Gör nə gözəldir ki. Maşallah, əl işin. Aytaş, gəl bura qızım, gətir, bax, göstər. Çox gözəl tikimisən, inan Allaha, tam səmimi deyirəm. Bu o deməkdir ki, sən bizim Azərbaycan xanımlarını öz əl işlərindən o almışıq, sənə maşınlar atan alıb, paltar tikən, belə deyək, maşınlar. O maşınlarla çox gözəl paltarlar tikəcəksən və həmin bax bu Aysa, düz deyirəm də, intihar eləyəcəm. Əziz xanımlar, mən bu düz bəy geyimidir, o atası üçün hədiyyə edib, doğum günü atasının ürəyindən gəlib, öz əlinin zəhməti ilə atasının könlünü şad edib. Amma xanımlar üçün